Səviyyə nədir? Səviyyə boyanın açıqlığını, tündlüyünü bildirəndir. Şagird deyir ki, mən səhv salıram. Hansıdır, hansı nə deyil. Boyanmış saçlara biz natural kosmetik baza deyirik. Bir də ana rənglərimizə biz öz ana rənglərimizə boyanmamış saçlara ana rənglərimiz deyirik. Şagirdimiz deyir ki, bəs necə olur ki, mən ona boya qoya bilmirəm də, bilmirəm hansı rəngi qoyum da. Səviyyə nə olan şeydir bilmirəm. Biz seçəndə ana bazaya yaxın baxırıq da. Ana bazamız nədir və kosmetik bazaya baxırıq və seçimimizi biz orada eləyirik. Şagird deyir ki, mən bir nəfərə qoymuşam məsəl üçün belə deyək də 7.75 deyir ki, müəllimə o qırmızıya çaldı axı. Niyə o qırmızıya çaldı? Axı mən deyir istəmirdim, ona küllü qoymaq istəyirdim. Axı 7. Öndə gedən rəqəmi o elə bilir ki, onun rəngidir. Öndə gedən rəng deyil, onun səviyyəsidir. Əgər 75 varsa da o nöqtədən sonra rəng gəlirsə də, deməli içindəki rəngləri götürür. 7 qəhvəyidir, 5 qırmızıdır. Əlbəttə ki, qırmızılıq verəcək. Sən onun öndəki rəqəminə baxma. Sən onun arxasına gedən rəqəmlərə bax. Səviyyə onun öndəkidir, arxadakı da onun rəngləridir.